Şimdi qoy bunu da deyim ki, tamaşaçılarımız bilsin. Sən Allah, bu sənin hal-hazırda doğum ərindir. Əlbəttə. Yəni bir dənə ailə Bir qurmuşsun. dəfə ailə qurum. Dəqiq ha. Bizlərdə ikinci dəfə ailə qurmaq yoxdur. Dəqiq ha, sonradan çıxır. Adam var, bağışla lətfəsi sizə Elə radnayımdır ki, uşaqlarımın atasıdır. Sənə qurban olum. Mən sadəcə deməliyəm, adam var gəlir deyir, ərim. Sonra mənə zəng vururlar, deyirlər ki, ay İlham müəllim, bir ona sual verirdiniz ki, o uşaqlar o kişidəndir, yoxsa başqa kişidəndir. Sizdən iraq ha. Amma ona görə də əziz tamaşaçılarımız, mənə tay zəng vurmayın. Deyir, ikisi də elə həmən öz ərimləndir və nikahınız da, kəbininiz də var. Kəbimdə 18 ildə evliyik. 18 ildə evlisiniz. Halalca da ərindir. Halalca Heç yoldaşım. kimi də ərin əlindən almamısan. Yox, Allah... Bizlərdə belə şey yoxdur. Qorxumdan eləyirəm valla. Çünki niyə görə ki, bir dənə bir deyən kimi mazeret deyirlər, yapışdırırlar, kiminsə adını qoyurlar. Axı bu show biznesdə də o onun ərindən alır, bu onun ərini alır, o onun ərini alır. Aləm qarışır bir-birinə. Sonra da atırlar kiminsə üstünə. İndi də mən gələn qonağımdan deyirəm, qurban olum. Bax, öz ərindirsə deyirəm, öz ərimdir. Deyirəm, ikinci ərimdir və yaxud da birinci ərimdir və yaxud da nədir? Bunu mən bilirəm ki, bu artıq da dediniz, qutardı, getdi. İndi